Salam, hər vaxtınız xeyir olsun, değerli YouTube izləyicilərimiz. Bugünkü təqdimatım yenə də Məhəmmədli qəsəbəsindəndir. Məhəmmədlinin giriş hissəsində dairəyə yaxın, yoldan 200 metr məsafədə qapısına qədər asfalt yol. Sənət evində torpağında kupçası. İki sotun içindədir. Yerdən 15 daş kürsüdə tikilib. Evin alt hissəsi qarajdan ibarətdir. Evin birinci mərtəbəsində əlavə 3 dənə köməkçi otağı yerləşir. İkinci mərtəbədə 3 dənə geniş otağı var. Qaz, su, işıq daimi fasiləsizdir. Paket kupçalıdır, ipotekaya yararlıdır. Həyətimiz tamitdaşla döşənilib. Evin həyətinə də, qaraj hissəsinə də maşın çox rahat şəkildə daxil ola bilir. Keçək evimizin daxilinə. Evin altı betondur, üstü kəmərdir. 4 tərəfi qoşadaşla tikilib və kənar hissələrindən kolon verilərək tikilib. Evin ümumi sahəsi 130 kvadrat metrdir. Çardağa girişi var. Evimiz dəhliz sistemlidir. Dəhlizdən otaqlarına bölünür. Solda gəlir evin mətbəx hissəsi. Ev dairəvi qoşadaşdır, kombi sistemi çəkilib. Polları laminatdır. Qiyməti 110.000 manatdan satışa çıxıb. İnşallah ki, real alıcılar olsa qiymətdə də indirim olunacaq evin sahibi tərəfindən. Əlavə sualınız olsa buyurun, zəng edin, məlumat alın, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Bu da sondakı qonaq otağı.